Bir yetim görsən, nəvaziş elə, əlvi başına sürt. Yetimin başına əlvi sürtsən, qəlbinin qəsavəti get-gedə gedər. O daş əriyər. Yetimdə bu qədər Allah rəhmət qoyur yetim balada. Bağışlasın, indi o balalar da mənə indi baxırlar. İndi ola bilər o ailələr var ki, oturublar, ata dünyasını dəyişib, ya ana dünyasını dəyişib, bağışlayın, qəlbinizi qəmləndirdimsə. Amma da hədisdir bu. Hədisdə var ki, innəl yetim izə bəka, elə ki yetim uşaq ağladı, ixtəzzə ləhul ərş, Allahın ərşi silkələnər. Allah deyər, kim onu ağlatdı? Ondan sonra deyər, kim onu sakitləşdirsə, əvcəbtu ləhul cənnə. Bir dənə o yetimi sakitləşdirin, cənnəti sənə vacib eləyərəm. Cənnəti sənə vacib eləyərəm.